Əslində Fəxri bəy, mən bu məsələ ilə bağlı biz keçən dəfə danışanda belə bir şey dedilər ki, bu ehtiyat hissələri ümumiyyətlə başqa Alman şirkətləri və yaxud da digər, məsələn, Boşdur, digər bu Almaniyanın digər şirkətlərinin ehtiyat hissələri gəlir. Və onun əsasında yığırlar bunu. Yəni özlərinin belə deyim də bir ehtiyat hissələri kataloqu yoxdur özlərinin. Açığı bu fikirlə mən razılaşmıram. Çünki artıq belə deyim, öncəsində digər markalar, digər ölkələr Çini bəyənmirdi və Çindən çox da kalaba getmirdi, yəni əməkdaşlığa getmirdi. Amma son illərdə bax sizin dediyiniz məsələ, hal-hazırda Mercedes EQC, EQE, yəni elektrikli avtomobillərin batareyaları hamısı Çin istehsalıdır. Yəni Çinlilər tərəfindən o batareya verilir onlara. Yəni bu da maraqlı bir faktdır. Ona görə də düşünürəm ki, bəzi Çin avtomobillərində boş markalı map sensor olmağı, bəzi sensorların Alman istehsalı olmağı onu düşünürəm ki, daha da güvənilir eləyir. Biz də zaten bu avtomobillərin incələməsini eləyəndə qeyd eləyirik ki, misal üçün filan sensor filan ölkə istehsalıdır və yaxud da ki, bəzi, misal, gəlin sizə başqa bir yerdən yanaşma ilə danışaq. Geely brendi Çin brendidir. Və illər ərzində Geely'nin, belə deyim, 2003-lərdə, 2004-lərdə bizim ölkədə Geely brendinin bəzi avtomobilləri var idi. Rəsmi yox idi, səhv eləmirəmsə, amma ucuz avtomobillər, yəni taksidə falan istifadə olunurdu və daha sonra o avtomobillərin, belə deyim, kökü kəsildi, dayandı, amma 2018-dən, 19-dan Geely comeback elədi, belə deyim, və hal-hazırda rəsmi olaraq bizdə də illərdir filialı var. Sözüm onda deyil. Geely brendi tanıdığımız Volvo-nu alıb. Yəni Volvo Geely-ni almayıb, əksinə. Geely Volvo-nu alıb, Volvo yenə öz işindədir, amma Volvo-nun elektrik hissələrini, mühərrikini, transmissiyasını istədiyi formada öz avtomobillərində quraşdırır və satışı gerçəkləşdirir. Yəni mənim bundan öncə 2 Geely avtomobilim olub, hər ikisində də Volvo mühərriki idi. Yəni niyə də yox? Və düşünün ki, siz həmin Volvo mühərrikli, misal üçün 4 silindir 1.5 litr həcmində bir Volvo mühərrikli Volvo-nu almaq üçün 60.000 manat xərcləməlisiniz. Amma siz həmin mühərrikli transmissiyalı avtomobili 40.000 manat xərcləməklə ala bilirsiniz. Orada ki, belə deyim də, köhnə texnologiyalarını satır Geely-yə. Satır da deyil də, məsələn. Mən onu izah eləmək istədim ki... Həmin şey bilsiz haradaydı? Mən Hyundai Kia, Mercedes-in köhnə texnologiyaları. Hyundai Kia özü də ayrılıqda, misal üçün Hyundai Kia-ya bəzi detallar verir. Verirlər. Yəni günün sonunda eyni avtomobillərdir, yəni. Prosta ola bilsin ki, insanlara belə deyim də, rəngarəng bir təkliflər vermək baxımından, marketinq baxımından belə. Yəni mən sizlə razıyam və işləyir. Yəni sözün əsl mənasında işləyir, amma yenə də buradan da izləyicilərə demək istəyirəm ki, biraz gözü açıq olsunlar, yaxşı araşdırma aparsınlar. Çünki sadəcə bu avtomobillər bizim ölkəyə gəlmir. Bu avtomobillər Asiya tərəfdə də çoxdur. Bu dəqiqə, yəni hətta sizə deyirəm, mən Qazaxstanda olanda demək olar hər yer Çin avtomobili idi, hər segmentdə bahalı, ucuzdur. Bundan sonra Qazaxstanda, Rusiyada, hətta Qətərdə belə yetərincə siz Çin avtomobillerini görə bilirsiniz. Ona görə də yəni sırf bizlə məsələ bitmir. Ona görə də hər hansı bir avtomobil alanda bir bazar araşdırması eləsinlər, bir digər xaricdə olan çəkilmiş videolara baxsınlar, forumları oxusunlar və bununla da bir nəticəyə gəlsinlər. İndi biz öz adımızdan, mən misal üçün Çin avtomobillərini vaxtaşırı olaraq incələməsini çəkirəm, izləyicilərə göstərirəm və o videolarda da fikir versələr, mən son bir söz demirəm. Deyirəm, qardaş, bunun qiyməti budur, bu məsələlər var. Nə xoşuma gəlmirsə onları vurğulayıram ki, misal üçün mən 80.000 avtomobilə pul vermişəm, amma qapıda vakum yoxdur. İstəyərdim ki, qardaş da bu qədər şey eləmişsən, qapıda vakum da olsun da, zəhmət olmasa. Bunları deyirəm və son sözdə yenə izləyiciyə buraxıram ki, qardaş, budur, gözün tutdusa, nəsə bir xoşuna gəldisə, bu da bunun satış yeridir. Ged, bax, gör və yaxud da ki, ged araşdır başqa yerdən ki, bəlkə də Fəxri nəyəsə demədi.
və yaxud da ki, fəxri çəkdiyi avtomobil sıfır avtomobildir. Bəlkə də Qazaxstanda bir video tapacaqsan ki, bu avtomobil 200 min yürüşdədir, 300 min yürüşdədir və həmin insan deyir ki, məsəl üçün 200 min, 150 mindən sonra belə bir problem çıxdı, 200 mindən sonra belə bir problem çıxdı. Yeri gəlmişkən buradan da deyim, yeni bir video çəkəcəyik. Məndə o deyirdim cil avtomobili var. Həmin avtomobildən bir dostumuzda da var. Artıq 250 min kilometrdən çox sürüb. Bir 5 ildir demək olar sürür. Onunla bir video çəkəcəyik ki, nə kimi problem yaşadı və yaxud da ki, avtomobildən ümumiyyətlə bu 5 il ərzində nə xoşuna gəlir, nə xoşuna gəlmir. Bununla bağlı gələcəkdə video olacaq.